Ariflərdən biri deyir, Cəmkəran məscidində Həzrət Hüccət əleyhissalamla görüşdüm. Bir an deyir qəlbimdən keçdi. Mirzə Əbülfəz Qommi nəql eləyir. Deyir, bir an Cəmkəranda baxdım nə qədər istiğasə eləyənlər var, ah nalə eləyirlər, dua oxuyurlar. Həzrət Hüccəti çağırırlar. Bir an qəlbimdən keçdi. Dedim, ağacan, sənin elə bir dənə məsciddə bu qədər tərəfdarın var. Bir şəhərin bir məscidində bu qədər istəyənin var. Gör dünyada nə qədər istəyənin var. Niyə zuhur eləmirsən? Bir an deyir qəlbimdən keçdi bu. Gördüm deyir sol tərəfimdə Həzrət Hüccət əleyhissalam dayanıb. Əlin qoydu çiynimə, sağ əlin. Mənə dedi Şeyx Əbülfəz, bax o biri oturub qabaqda onu görürsən, onun evində problem var. Öz müşkülünü həll eləməyə görə gəlib bizdən kömək istəyir ki, biz Allahdan istəyək, dua eləyək ona. O birisinin borcu var, ona görə gəlib bura. O birisinin qızı köçüb əri ilə yola getmir. O gəlib bizim qapımıza ki, Allahdan istəyək, vasitə salsın bizi. Bir deyir, dedi mənə, hamısı oturmuşdu, biz də onların arxasında dayanmışıq, işarə ilə göstərir mənə adamlar bu belə. Deyir, Mirzə Əbülfəz, mən də gəlirəm burada, gəzirəm. Deyirəm, görüm bunların içində mənim özümə görə gələn bir nəfər var. Heç bir müşkülü olmasın, sadəcə desin ki, Zəhranın balası, mən səni istəyirəm. Sənin üçün yorulmuşam. Səndən ayrılıqdan yorulmuşam. Axı bu gözü mənə vermişdilər, sənə baxım. Axı bu qulaq səni eşitmək üçün idi. Bu dil səninlə danışmaq üçün idi. Bu əl səninlə görüşmək üçün idi. Bu qəlb səni sevmək üçün idi. Ən ərəl xəlqə bəla tura. Mən çətində axı, əynə istəqarrət bikənnəva. Bələ yu ərzin tuqillükə əvsəra, əbi rizva, əm qeyriha, əm zituva. Hardasan ağa, yervi bilsəm, bu bir an qalmaram, duraram, gələrəm. O belə bir aşiqin dalıcadır. Mənə çətindir, hər kəsi görürəm, səni görə bilmirəm. Deyir Mirzə Əbülfəz, Şeyx Əbülfəz, mən də istəyirəm belə olsun. Yəni orada bir növ işarə eləyir. İşarə eləyir ki, zuhurun gerçəkləşəcəyi zaman nə vaxtı? Düzdür, zuhurun vaxtını təyin eləmək olmaz. Kəzəbəl və qatun. Kim zuhura vaxt təyin eləsə, yalan danışır. Kim desə, filan günüdür, filan aydadır. Amma artıq zuhur başlayıb. Biz onu hiss eləyirik, görürük, ətraf, ümmət onu görür. Heç bir imamın vaxtında bu qədər tərəfdarı olmayıb. Heç bir imamın zamanında bu qədər sevəni olmayıb. Həqiqətən İmam Məhdinin salamullah əleyhin sevənləri çoxdur. İmamların dönəmindəki imamın tələbələrinə, sahabələrinə bir baxaq. Sonra da qeybət dönəmində, indiki dönəmimizdə Həzrəti Məhdiyə sadiq olan, vəfalı olan əskərlərə baxaq, alimlərə baxaq, tələbələrinə baxaq. Görərik, ilahi, nə qədər bunun istəyənləri var. Artıq zuhur gerçəkləşib, zuhur başlayıb. Biz gecikmişik biraz o zuhuru dərk eləməyə. İndi təsəvvür edin o hətmiyyət.